Yok, çünkü bu çok ehemmiyetli bir mevzudur. Biz Ay Pezeşkan'dan büyük bir şey gözlemiyoruz. Ay Pezeşkan evvelde dedi ki benim herhangi bir bernamem yoktu. Ama onun bir Azerbaycanlı oluşu, bir Türk olması ve reis cumhur seçilmesi çok adamları İran'da kaşındırdı. Hele Farsları çok narahat elədi. Ve çok adamlar bile hani bile öz dilimizde danıştı, öyle kaşınmaya başladılar. Bazı söhbətlər də elədilər ki, ne bileyim, hatta biri ihtar verdi. Dedi ki, etrafı seçen adamlara dikkat elə. Yani hani seçen adamlar, seçilen adamları çok öz dilinden, öz adından seçme. Ama bunun yanında Ay Süleymani, vaqiət budur ki, 46 ildə bəzi çox dəyişikliklər olub ki, bəlkə bizim gözümüzdən qaçır o dəyişikliklər. Və o da budur ki, biləxərə İranda bir kültürel bir gelişme var, genişleme var. Hani üniversitelerden tutup okullara, məktəblərə, o bu. Bu arada bu son zamanlarda sosyolojik çalışmalar da var. Ve bu sosyolojik çalışmalar gösterir ki 1 milyon, bunu ben demirəm ama yani Vəzarət Amuz Pərvərişin öz adının müdiri deyir. Deyir 1 milyona yaxın, yani deyək məsələn 999 min nəfər mədrəsələri tərk edirlər. Yani ya səbtənam eləmirlər və ya səbtənam eləyəndən sonra mədrəsəni tərk edirlər. Uşaqlar məktəbə getmir. Və ya bunların bir çoxu iki dilli yerlərdəndir. O yerlərdəndir ki, onlarda iki dil var. Yani bizim zoraki dilimiz Farsı dil var ki, icbari dil eləmişik, rəsmi dil eləmişik. Bir də onların öz dilləri var. O da baisdir ki, uşaqlar genellikle məktəblərdən qorxurlar, qaçırlar, məktəbləri istəmirlər. Bir də bu məsələ gündəmə gəlib. Yani bu da büyük bir meseledir. 1 milyona yakın bir uşağın ya məktəbdən qaçması və ya səbtinam eləməməsi. Bu da özü bir büyük bir məsələyə təbdil olub. Ona göre mutlaka gerek bu yerlerde, o yerlerde ki Farsı dilinden başka diller danışılır veya ailede danışılır. O dil ile uşağın gerek məktəb dili ola. Uşaq elə mədrəsə başlanınca o dilindən başlayır. Çünkü zaten gösterilir ki o dilindən başlarsa uşaq hem bizim mütəəssifانه bizim Azerbaycanımızda iki tane mesele var. Hem uşaq 7 yaşında hem mecbur dil öyrəşsin, hem mecbur ders öyrəşsin. Derslə dilin bir arada öğretilmesi uşaq için zorlayıcı olur. Uşağı zorlanır, uşaq çətinlik çəkir. Ve ona göre de görürsən məktəbdən uzaklaşma. Bir gün tətil olanda məktəbi sevmemeye başlayır. Ve halbuki bizim bu Mahmud Bey bilir yani İsveç'te uşaq məktəbdə yani məktəb olmayınca uşaq sıxılar, uşaq narahat olar. Arzular ki tez məktəb açılsın, məktəbə gitsin. Çünkü məktəb onun için bir yerde təfriqatdır. Hem ders öyrəşir, hem yaşamın qabağı aparır. Ama bizim orada Angaryadır, bizim orada bir müsibətdir uşaq için. Ve ona göre bu 15. madde hem dediği Hanım Bahçeli'nin de dediğine göre icra olunmalıdır. Hatta bunun dalında hamımız durmalıyız. Bütün insanlar, yani azad insanlar, azad fikirli insanlar bu maddenin dalında durmalı ve devleti, hükümeti buna zorlamalıdır. Ve ben zannediyorum ki çok yakında da bu icraya konulacak. Şimdi ne kadar oldu? Mahmut kardeşimin dediğine göre 2 saat mi olar? Bütün ders olar. Zabanı maderi, be zabanı maderi, ya zabanı maderi bu göre indi. Gelecekte ne olacak? Ben böyle görürüm ki mutlaka İran'da Azerbaycan Türkçesi məktəblərdə dərs veriləcək. Sağ olun. Çok sağ Bu olayım. noktada Hüseyin Bey dedi ki bizim siyasi bakımdan da biz de bir işler görmemiz lazım idi. Ben hatırladım ki biz elbette Hüseyin Bey meselenin içindedir. 10 siyasi təşkilat və 3 dövrdə insan hakları bu ana dili ilə bağlı bildiri verdik, ortak bildiri.
Mən fikirləşirəm ki, lazımdır. Mən bu hatta bir dəfə də bir dəqiqənin içində deyim ki, Baluşların İnsan Hüquqları Örgütü, Güney Azərbaycan Demokrat Türk Birlik Təşkilatı, Qazi Təpaki Baluş Təşkilatı, Güney Azərbaycan İstiqlal Partiyası, Azərbaycan Demokrat Firqəsi, Güney Azərbaycan İnsan Hüquqları Mərkəzi, Qaşqaya Azadlıq Yolu Qayi, Əlizar Ərəb Hərəkatı, Güney Azərbaycan Qurtuluş Partiyası, Kürdistan Özgürlük Partiyası PAK, İranda ırqçılığa və anti-Ərəb Mübarizə Mərkəzinə qarşı Azərbaycan Mərkəz Partiyası və Güney Azərbaycan Demokrat Partiyası. Bu toplum, bu quruluşlar ana dili ilə bağlı siz dediyiniz məsələni açıq və birlikdə ortaya qoydular ki, mən fikirəm həm eşikdən bizim bu hərəkətimiz, həm içəridən çoxlu ciddi mücadilələr, toplum mücadilələri bu illər məsələn yenilik oldu. Bu iki Ağay il daha Cavadikinin güclü təşkilatı olacaq. yox idi. Ağay Cavadikinin